Ruhuna uyğun insanlar sənə fayda verə biləcək, sənin sevginə, sənin özünə dəyər qata biləcək insanı necə özünə maqnit kimi çəkə bilərsən? Bu videonu axıra kimi izlə, çünki sənin üçün çox faydalı olacaq. Həyatda qarşına sənin uyğun olmadığın, sənə həzz verməyən, səni tam olaraq anlamayan, səni başa düşməyən insanlar qarşına çıxırsa, sən onun qarşısında olarkən özünü sanki yad bir insan kimi hiss edirsənsə, onunla tamamilə xoşbəxtliyin dadını, qadınsansa qadınlığı tamamilə hiss edə bilmirsənsə, sənin özündə yox, sənin özün bilmədən ətrafa yaydığın enerjidə bəzi blokajlar, bəzi əngəllər var deməkdir. Mənim bir müştərim var idi. 3 ay əvvəl mənə bildirdi ki, Fərid bəy, bəs mən həyatımda özümə uyğun insanları özümə çəkə bilmirəm. Necə edirəm ki, həmişə qarşıma yanıq, kasıb, acgöz, varlı olub xəstə olanlar, məni anlaya bilməyənlər və mənə dəyər verməyən insanlar qarşıma çıxır. Biz o xanımla 3 ay ərzində özəl seanslar etdik, özəl rituallar elədik və həyatın dəyişməsi üçün özəl bir mənim olan və sırf mənə məxsus olan minnətdarlıq texnikasını verdim. 3 ay ərzində özü dedi ki, şoka düşürəm ki, mən illərdir axtardığım insanı tapmışam. Necə ola bilər ki, bu insan özü də mənə dili ilə deyir ki, necə ola bilər ki, mən səni bu illərdir hardasan bilməmişəm, görməmişəm. Özəl texnikanı bilmək üçün əvvəlcə spiritual enerji analizi lazımdır ki, sizin problemə baxaq, sizin problem nədir, kökündə nə durur, enerjidə hansı blokajlar var. Bunu biləndən sonra həyatınızı daha da gözəlləşdirmək, daha da uğurlara addım atmaq mümkündür.